lazım o səs səviyyə. Yavaş ol, qaqaş, biraz asta ol. Görmədim qaqaş səni, fikirli olmuşam. Necə yəni görmədim? Körsən qabağıma bax da, davay üzr istə. Lənət sənə kör şeytan, vuracam, bütün karyeram məhv olacaq. Vurmayacam, bu da məndən belə danışır. Ay qaqaş, bəlkə mehribançılıqla yola verək getsin. Nə mehribançılıqsa da, üzr istəməsən sənə getdi yoxdur. Ay qaqaş, belə baxıram bayavoysan, amma ki, hər tanımadığın insanla belə danışmaq olmaz. Nə fərqi yoxdur sən kimsən, nəçsən, belədir. Hə dostum, gəl mən sənə özümü tanıdım. Köynəyin qarşısında nə yazdı? Yazılıb, Boxing Club deadly. Ay, arxada nə yazılıb? Coğac Seydan. Ay sağ, mənim adım Seydağadır, familiyam Nağıyevdir. Özüm hal-hazırda aktiv döyüşçüyəm. Döyüşlərdə iştirak edirəm və sənin kimi cavan uşaqlara sağlam olmağı tövsiyə edib onları çağırış edirəm və döyüşməyi, yumruq atmağı onlara öyrədirəm. Başa düşdün məni? Mən də deyirəm müəllim, hardan tanıyıram sizi? Suyunuz çox şirin gəlir mənə. Yox, dostum, sən məni tanıya bilmirsən. Sən də deyəsən zadını skorusu rahat işləyirəm. Heç başını burax. Özün idmanla məşğulsan yoxsa yox? Xeyr. Xeyr. Gəl mən sənə təklif edirəm, idmanımıza qoşul, boksla məşğul ol və bu arada da onu da bil ki, çalış. Boş-boşuna kimlənsə mübahisəyə girmə, həyatını təhlükəyə atma. Boş şeylər, çiyin-çiyinə dəydik. Mən səndən üzr istəyirəm, çinivə toxunduğuma görə. Nəsə problem var aramızda? Oldu. Özündən müğayət ol. Yenə də təklifim keçərlidir. Çalış gəl, boks məşqlərinə qoşul. Sağ ol. Hələlik. Deyirəm, yaxşı qurtardım. 1000 dəfə demişəm ki, özümə tanımadığım adama ilişmə, bilmirəm kimdir, nədir, nəçidir. Lazım idi qışlamalı ojuna.